Sumqayıtda köhnə binalar sökülür, yerində isə çox mənzilli binalar tikilir. Baş plana əsasən şəhərin 4 məhəlləsində ötən əsrdə taxta konstruksiyalardan tikilən onlarla binanın söküntüsü həyata keçiriləcək. Artıq ilkin mərhələdə bir neçə binanın söküntüsü icra olunub və yenilərinin tikintisinə başlanılıb. 1992-ci ildə mən aprel ayından ikisindən burada yaşayıram. Evlərimiz köhnəli, bir də neçə illərin evləridir. Gözlüyürdük, icraya neçə dəfələrlə getmişik. Uzun illər idi ki, mənzilləri qəzalı vəziyyətdə idi. Sumqayıtın baş planına əsasən yüzlərlə Sumqayıt sakini kimi onların da köhnə mənzili tezliklə yenisi ilə əvəzlənəcək. Bu finevləri sökülərək yerində yeni yaşayış komplekslərinin salınması Sumqayıt şəhərinin yenəqurma inkişaf planının bir hissəsidir. Bu evlər əsasən ötən əsrin 50-60-cı illərində tikilmiş, hazırda fiziki cəhətdən köhnəlmiş, əksəriyyətdə istismar müddətini başa vurmuş və müasir şəhərsalma prinsiplərinə cavab verməyən binalar idi. Məqsəd idi bu finevlərdə yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılmasıdır. Sumqayıtda finevlər kimi tanınan köhnə 2 mərtəbəli binalar tarixə qovuşur. Söküləcək binaların yerində yeni çox mənzilli binalar tikiləcək. Layihəyə əsasən bu binalar mərhələli şəkildə söküləcək. Binaların tikintisi başa çatana kimi sakinləri kirayə mənzillərdə yaşayacaq. Hal-hazırda 2 bina sökülüb, yerində 2 bloklu yaşayış binası tikintisinə başlanılmışdır. Hal-hazırda 4-cü mərtəbənin tikintisi davam edir. Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə 4, 15, 16 və 17-ci məhəllələrdə yerləşən fin tipli binalardan ilk olaraq ən çox qəzalı vəziyyətdə olanları sökülür. Artıq 17-ci məhəllədə 185 ailənin yaşadığı 10 binadan bir neçəsinin söküntüsü başa çatdırılıb. Həmin binaların yerində 14 mərtəbəli, 4 çox mənzilli müasir infrastruktura cavab verəcək yaşayış kompleksi salınacaq. Sakinlər müvəqqəti yaşayış ilə təmin olunur, kirayə pulları ödənilir. 16 mənzil hal-hazırda kirayə yerləşdirilib. Digər söküləcək binalarda da 170 mənzil kirayə təmin olunacaq. Layihə çərçivəsində yeni yaşayış binalarının inşası ilə yanaşı abadlıq işlərinin aparılması, uşaq oyun meydançalarının, park zonalarının, parking sahələrinin və ictimai istifadə üçün nəzərdə tutulan digər obyektlərin yaradılması da planlaşdırılır. Bu işlər sözsüz ki, həm də şəhər sakinlərinin sosial rifahının yaxşılaşdırılması, yaşayış şəraitinin yaxşılaşdırılmasına hesablanıb. Bildiyiniz kimi bu binalar uzun müddətli istismar olunurdu və yaşayış üçün o qədər də əlverişli deyildi və bu səbəbdən də şəhərin baş planına uyğun olaraq bu işlər davam etdirilir. Qeyd edək ki, Sumqayıt şəhərində paralel olaraq digər ünvanlarda köhnə qəzalı binaların söküntüsü də aparılır. Rəşad Vəkiloğlu, Pərviz İlqaroğlu, Space xəbər.